Salam dostlar, sabahınız xeyir olsun. Bərdə rayon Gərənə kəndindəyəm. Burada həyət evi, villam var, öz evimdir. Satışa çıxartmaq üçün gəlmişəm çəkiliş eləməyə. İnşallah baxın, kimə lazım olsa telefon nömrəmi qeyd eləyəcəm. Əlaqə saxlayıb, razılaşıb məxrəcə gəlmək olur. Baxın dostlar, buradan başlayıram. Bax bu zaborun tinindən ev çox böyük evdir. 19 sotun içində tikilmə evdir. 400 kvadrat. Bax başlayır, düz bu evin bax. Bu hündür olan hamamdır. Buradan da məhəlləyə giriş var. O hündür olan hamamda ama üstü vurulmayıb, hazır deyil. Evin üstünü görürsünüz yəqin ki. Evin üstünü bir həftə olar yeniləmişəm. Təzə vurulub evin üstü. Köhnələr çıxarıldı, yenisi ilə əvəzləndi. Ev çox böyük evdir. Sadəcə olaraq evdə qalmıram. Bakıda yaşayıram. Biraz baxımsızlıqdır. Məhəllədə ot, yəni evdə qalmayanda bilirsiniz, pəncərələri zadı çürüyüb. Biraz elə bil ki, əl gəzdirmək lazımdır. Evə biraz yüngülvari və deyim qlobal yox. Darvaza da belə kraskalamaqlar lazım. Yüngülvari xərc tələb eləyir yəni. Deyim ki, yox. Amma girib yaşamaq üçün satlarım elə də bir qloballı heç nəyə yoxdur. Bəli dostlar, darvazadan giririk içəri. Girən kimi evin qabağıdır. Belə, yəni bunu gətirib 15 manat inşallah verib pişdirəcəm bunları. Bunlar yoluna qoyulan bir şeydir, otdur məhəllədə. Bura evin qabağıdır. Bu da dostlar plaşatkadır. Belə üstündə çıxıb evin quruq gəzmək olur. O üzdür, bu üzdür. Birinci gedək məhəllədən başlayaq inşallah. 19 sotun içindədir. Məhəllə 19 sotun içində də ev tikilib. 400 kvadratdır evin özü. Baxımsızlıqdır bax. Belə bir, bu həmin o plaşatkadır. Biz sizə görsətdiyim bax. O plaşatka oradan başlayır, bax ora gəlir belə. Fırlanır məhəllənin həyətinə. Orada tualetdir, üzr istəyirəm. O bayaq göstərdiyim hamamın altıdır. Burada məhəllədir. Bəzi meyvə ağacları çox idi, qalmadıq deyənə evdə yaşam olmadı deyənə çoxları çürüdü ağacların. Sulanmadı, elənmədi. Burada məhəllədir. İndi bu məhəlləni sizə geniş inşallah evin o plaşatkaya çıxıb oradan sizə geniş şəkildə çəkib göstərəcəm. Burada da məhəllənin ayağında da malqara saxlamaq üçün, toyuqcüdə saxlamaq üçün belə bir üstü vurulmayıb, amma yeri tikili də hazırdır. Belə baxın. Yəni ev çox böyük evdir. Həddindən artıq. Buradan da gəlirsən evin qabağına. Və evin qabağıdır. O qara his görsənir. Evi qışda vermişdim müvəqqəti qalmağa. Qaz ola, evin qazı ola götürüb kuxunadan odun peçi qurublar, onun hissidir. İndi onun hamısını inşallah gəlmişəm, qaşdırıb, töküb təzdən oranı düzəltdirəcəm özüm. Bax bu evin alt hissəsidir. Ev 2 mərtəbədir. Alt hissəsidir. Evdə evin nətər var, elə çəkib göstərirəm ki, səhər gəlib eləyəndə
deməsin ki, buranı görmədim, oranı görmədim. Evin altında belə 2 dənə zaldır. Hardasa belə deyim, 15 metr uzunluğunda, 4 metr enində 2 dənədir. Görürsünüz, içəridə də qapı var. 2 dənə zaldır. Belə. Buradan da girirsən evə. Evin altında saunadır. Yəni ora parnoydu. Orada da qıraqda, o qıraqda tuz var. Yəni bunlar amma düzəlməlidir. Yer yəni proyekt olaraq belə düzəlinib. Amma yəni tam hazır vəziyyətdə deyil. Həmin bu fikir də proyekt olaraq belə idi. Sauna, parnoydan çıxırsan, gəlirsən, buradan pilləkən olacaqdı. Bax, buradan qalxacaqın yuxarı bura, 2-ci mərtəbə istirahət zonası. Oranı da çıxıb indi göstərəcəm sizə. Yəni, bir də belə məhələni çəkeyim. Ev çox böyük evdir. Yəni, evə gəlib gözünüzlə baxmazsınız, video ilə heç cürə başa düşmək olmur da evi. Evi gəlib buradan qalxırsan evin pilləkəni. Burada qarajdır. 2 maşın yerləşir. Qarajıdır ora. Oranı sonra çəkib qarajın içini göstərərəm. Buradan qalxırsan bir zaldır. Zalda bura bir zaldır. Yəni remontu yoxdur. Olub. Sonra demirəm, evdə yaşanmadığı üçün havasızlıq zatlıq evi bu hala salıb. Yəni yüngülvarı buranı bir şpaklyovkalayıb, kraskalayıb. Aboy vurmasan da olar, vursan da olar. Gir yaşa, bir də pol buranı dəyişməlidir. Bura belə. Keçirik indi evin o birisi zallarına. Bəli dostlar, bu da evin bu birisi zalıdır. Burada pataloq təzədən kraskalanıb, aboyları dəyişməlidir. Aboyları dəyişməlidir. Buradan girirsən, evdə o verdiyim kirakeşdə, vallahi bu ev belə deyil də. Yəni evə heç ümumiyyətcə baxmayıblar da, evi belə püskünə qoyublar. Bu ev belə ev deyil idi, yəni baxımsız deyil idi. Ümidli oldum, özüm burada olmadım. Gəldim ki, püskünə qoyublar, çıxartdım. Yəni belə videoda nəsə bəlkə də qlobal görsənə bilər. Ev işindən başı çıxanlar yəni bilərlər ki, elə qlobal işinə yox, sadəcə olaraq qaşınıb bir üst kraskalanmalıdır və salam. Burada gördüyünüz kimi bu evin remontu dostlar, bir şey də qeyd edeyim ki, bu evin remontu 1 ilin, 3 ilin, 5 ilin remontu deyil. Bu evin remontu 93-cü ilin, bax bu gördüyünüz remont 93-cü ilin remontudur. Baxın dostlar. Bax, and olsun Allah, 93-cü ildən olan remont. Nə tər var, elə də qalmır. Çünki niyə? Bu ev, bu tərəfləri kirakeşəyə verməmişdim. Ona görə kirakeşə verdiyim bu zalla kuxnaydı, onu da ilk gününə qoyublar. Üzr istəyirəm ifadəmə görə. Baxın. Evin burada da aydın məsələdir ki, bax belə bir evdir. Videoya baxanda da xahiş edirəm, axıra kimi baxın ki, dəqiqliklə hər şeyi görün. Bura bir otaqdır, yataq otağı dostlar. Burada da yəni aboy dəyişib, pataloğunda bax belə çıxı-çıxı qoppalar var. Onlar düzəlməlidir. Yəni yüngülvari işlərdir. Qlobal Allah hamd olsun deyim ki, belə yəni girib yaşamaq üçün belə deyim də, 1500 pataloğu 2000 pul lazımdır ki, evi səlqə səymana salıb girib yaşayasan. Burada da bir dənə yataq otağıdır.
Burada 3-cü yataq otağı. Baxın. Bunlar hamısı 93-cü illərin remontudur dostlar. Evdə yaşayış olmur, ona görə də elədir. İndi keçək çöldən də yaxşı çəkim görsədim sizi ətraflı plaşatka ilə baxasın. Demək dostlar, bax buradan çıxırsan çölə, gəlirsən evin qabağı. Həmin bax buradır dostlar. Odun peçi qoyub buranı elə bir ki hisə batırıblar, qaşınıb tökülüb kraskalanmalıdır. Yəni hər tərəfli çəkirəm ki, oranı mən kraskalı sonra da çəkə bilərdim da videonu. Amma nətər var elə də göstərirəm ki, olunan şey sonradan gəlib görəndə fərqini görəsiz. Ki, yəni yeni eləmişəm. Həmin o saunanın üstündən çıxan yerdə, bura deyirdim hansı ki saunadan çıxıb ikinci mərtəbəyə qalx istirahət zonası kimi fikirləşilmişdi. Bax, atap liniyaları, hər şeyi sadəcə əl gəzdirmək lazımdır. Həmin o plaşatkaya getmək üçün, bax, buradan gəlirsən, bax, bu plaşatka budur. Burada da çəndir, su çənidir. Dostlar, evin üstünü gene təkrarlayıram, bir həftə olar evin üstü yenilənib, yeni dam örtükləri ilə. Bu həmin o plaşatka budur. Burayla gedirsən dostlar, baxın. Ev həddindən artıq Allah'a and olsun böyük məhəllədə. Yəni bura girən elə bir dənə targov sentrə girib azıb çıxırsan. Elə bir şeydir. Bax burayla gedirsən. Buranı alıb bağçazad da eləmək istəyirlər. Həm elə fikirlər gəlib qulağıma çatırdı ki, istəyirlər alıb bağça eləsinlər. Hansısa bir şirkət eləmək olar. Nəsə, yəni ev kimi, villa kimi də alıb biraz maya qoyub yaşamaq olar. Bax, bu da məhləsidir. Gənə çəkim görsədim sizə dostlar. Məhlənin əyağında da hardasa bir 250 başlıq malları saxlama yeri, toyuqcuzda saxlama yeri deyirlər. Üstünü vurmaq lazımdır. Həmin plaşatlardan gəlirsən. O çöldən bayaq gəlib çəkdiyim hamamda evin içində də hamam yaratmaq olar. Yəni burada da hazır tikilisi var. Sadəcə olaraq üstü vurulub, içinin başını kafelin, mafelin yığıb burada da eləmək olar. Yəni bizim fikrimiz buraydı. İndi Allah deyir, burada hamam yeridir. Dostlar. Pəncərələri zadı dəyişməlidir evin. Taxta pəncərələr idi, çürüyübdür. Yəni bax belə. Evin qiymətini aşağıda qeyd eləyəcəm dostlar. Razılaşmaq da olar inşallah. İstəyən olsa əlaqə saxlasın, gəlsin. Yəni soruşmaqla evi heç cürə başa sala bilməyəcəm. Sadəcə olaraq vaxtınızı alıb gələrsiniz, baxarsınız özünüz. Qiymətində razılaşarıq. Sağ olun dostlar. TikTok'da baxan dostlarıma, qardaşlarımdan da xahiş edirəm artıq dərəcədə çoxlu bəyənin ki, video paylaşın, video yayılsın, sizin köməkliyinizlə bu evi tezliklə sataq. Yəni öz şəxsi evimdir. Makler deyiləm Allah'ın olsun. Özünüz də gələndə indi kimsə alanda görəcəkdir ki, həqiqətən də makler deyiləm. Birbaşa özümdən söhbət olunacaq. İnşallah zəhlərinizi gözləyirik dostlar.